Dikkat dikkat. Hadise biraz önce baş vermişti. Sürücü hadise yerinde hamile kadını vurup avtomobiliyle hadise yerinden uzaklaşmıştı. Ayxan, içki içmirsən? Nəşə çəkmirsən? Neynəmirsən? De mənə, neynəmirsən? Sözle tükürmeye düşmeyecek. Nazik olma, elimden gelen olacak. Hadisəni törədən şəxs zərər çəkənə kömək belə etmədən hadisə yerindən qaçıb. Maşın kimin adı? Mənim adıma, kimin adı olacaq ki? Bəs adres bura qeyd olunur. Əlbəttə bura. Hayatım, ben neyim? Həyatımızı məhv elədin, uğraş. Bas, sakitləş, birinci mən ondan danışım. Vasif kömeğin ol. Yalvarırım sana kömeğin ol. Ayxan, qulaq asma. Suallarıma cavab verməlisən. Ayxan, sən əli. Maşında tək idi. Ayxan, tək idi maşında. Kiməsə xəbəri var bundan? Kiməsə demirsən? Maşına baxmaq lazım. Bizə verilən son məlumatlara əsasən əfsuslar olsun ki, qadın və onun bütünlükü uşaq dünyasını dəyişir. Mən xanım, nə əziyyət çəkirsiniz? Eşi bu şey. Əliyar, bilirsən, mən çox çətin bir vəziyyətə düşmüşəm. Heç bilmirəm bunu sənə necə deyim. Biz bir-birimizi çoxdan tanıyırıq. Mən fikirləşirəm ki, sən yəqin bir ata kimi məni başa düşərsən. Həm də bizim bir-birimizə inanmamız, ehtimalımız var. Əlbəttə. Əgər sən boynunu alsan ki, bu gecə biz yatanda maşını götürüb şəhərə çıxmırsan və gedib orada qəza törətmirsən. Buna görə mən sənə ən güclü bir vəkili tutaram və əlimdən gələni eləyərəm ki, sənə ən yüngül cəza verilsin. En yaxşı halda il yarım çıxasın. Bu dəqiqdir. Dəqiq. Əgər sən bu möhtəşəm işi boynuna götürsən və desən ki, qəzanı sən törətmirsən, mən buna görə sənə 500.000 manat pul verəcəyəm. Bu pulu sən ömür boyu işləsən də qazana bilməyəcəksən. Bu pulla sən həm ailəni, uşaqlarını təmin edə bilərsən, hətta balalarını oxutdura da bilərsən. Həm də sən bu Ayxanın halına bax, onun vəziyyətinə bax. Bu sənin gözün qabağında böyüyür. Sən də, mən də gözəl bilirik ki, bu türməyə düşsə, oradan sağ-salamat çıxa bilməyəcək. Ali, rahat otur. Ali bir sükandan tut. Her yerini tut. Dedi, beşik. Deməli, Vasif müəllimgil yatandan sonra viski içdin. Maşını götürüb şəhərə çıxmaq istədin. Sürdüyün yerdə qəfil zərbə hiss elədin. Özünü itirdin. Bundan sonra heç nə yadında deyil. Burada ayıldın. Soruşan olsa elə deyirsən. Oldu, yaxşı. Yaxşı? Ana, viskini ver. Bunu götür. Mənə elə gəlir ki, mən arvadımla məsləhətləşməliyəm. Yox, heç kim heç nə bilməməlidir. Birdən ağzından qaçırlar, bütün iş pozular. Vasif mənim? Yox, mən onun vəkiliyəm. Keçin içəri.
Vasif müəllim, detektiv Fərhad Rəssamov. Salam əleykum. Bu da Əliyar bağbanımız. Sağ ol. Vasif müəllimin evində 15 ildir işləyir. Vasif müəllim 15 ildir. 15 ildir bəli. Bu hadisə barəsində nə deyə bilərsiniz? Hansı hissləri keçirdiniz? Ailə danışırsan ki, ay xanım, elə deyil, mən bu vəziyyətdə heç nə deyə bilmərəm, başa düşdünüz? Amma bir dənə onu bilin ki, bunu eləyən kimdirsə, cavabını alacaq. Söndürün onu, o bize lazımdır. Danış görmedi ya, ne baş verir? Üzr istəyirəm. Əliyar, istəmirsənsə danışmaya bilərsən, bu sənin hüququndur. Vasif müəllimin xahişindən Əliyarın vəkili olacağam. 2 uşağı var, onu qorumalıyam. Yaxşı, buyur. Mən həmişə Vasif müəllimin maşınlarını yerbəyer eləyirəm. Bu səfər istədim ki, biraz şəhərə çıxım, gəzim maşınla. Təzə maşındır, xoşuma gəlirdi. Heç bilməzdim belə olacaq. Açığı biraz da içkili idim. Hər şey elə bir anda baş verdi. Düzü biraz sürətlə sürürdüm. Qəflətən qarşıma nəyisə çıxdı. Mən elə bildim itdi, maşına dəydi. Mən qorxdum. Və dayanmadan həmin anda qayıtdım həyətə ki, maşını düzəldim Vasif müəllim yuxudan oyanana qədər. Ali gel geç otur. Aç. Onlar roldan tutub. Tut. Dört kal. Aç. Sen güzgüden istifadə eləmirsən, ha? Əlbəttə istifadə edirəm. Güzgü sənin boyuma düz gəlmir. Yəqin ki, zərbədən sonra olur. Düş. Osman evdə kim yaşayır başqa? Yoldaşım, oğlum, bir də Akçakım. İtlə işimiz yoxdur, yoldaşınla oğluna danışaram. Mən çağıraram. Pisdir vəziyyət. Yox, əksinə hər şey əladır. Razılaşmağa hazırdır. Amma biraz baha olacaq. Nə qədər baha? 1 milyon. 1 milyon? O sənin imkanını görüb aza razı olan deyil. Həm də ki, dişə əlavə edər. Bəlkə bu məsələni bağbansız həll eləyə bağlayaq. Bu işi kimsə öz üstünə götürməlidir. Ortada 2 ölü var. Xəbərləri də səhərdən ancaq bunu danışır. Başa düşürəm. Milyon yarın çox çıxır axı. Üstəlik mənim də payım var. Sənin payın. Bütün məsələni mən idarə edirəm. Sən nə danışırsan? Sən kim olduğunu unutursan? Səni kim adam eləyir? Səni kim oxudu? Kim sənin maaşını verir? Kim sənin vergilərini ödəyir? Bu tam başqa məsələdir. Mən burada karyeramı risk altına atıram. İstəmirsən başqa vəkil də tuta bilərsən. Problem deyil. Yaxşı. De görüm nə qədər istəyirsən.
Mənə də bir 500. Nə qədər? Yaxşı, get onda bağla məsələni, həll elə. Alo, sənə nə olub? Mən türmədə yatacağam, vəkillə də eyni pul alacağam. Məncə bu düzgün deyil. Alo, sən bu saat mənə qarşı çox düzgün olmayan hərəkət edirsən. Düzgün hərəkət eləmirəm. Yaxşı, onda bu məsələni özünüz həll eləyin. Mən dünən həmişəki kimi futbola baxıb piv içib, sonra da gedib yatmışam. Yaxşı, sən nə istəyirsən? 500.000 manat, bir də ya Sibirizdə, ya Mərdəkanda bir bağ evi. Çünki siz özünüz bilirsiniz ki, mənim evim yoxdur. Mən türməyə gedəndən sonra ailəm çöllərdə qala bilər. Vasif Əliyar, keçək içəri dördünüzə çevir. Birbaşa işe geçirik. Vaxtımız azdı, işimiz də çox. Buyurun. Bu bağbanla olan söhbət oturur yerinə. Deməli belə edirik, Vasif müəllim, sizi və ailənizi mənlə ilə aparacam bizə. Əl yarısı buradan əli qandağını çıxacaqsın çölə. Jurnalistlər çoxdur çöldə, sən sual vermək istəyəcəklər, heç birine cavab vermirsən ki, nəsən uzanmazsın. Yaxşı, aydındır. Mən belə yaşaya bilmərəm, hamısını boynuma alacağım. Vasif, Ayxan qərarını dəyişdi. Elə deyin, hər şey boynuna almaq istəyir. Ən düzgünü budur. Əşi, sən qələt edirsən. Gəl, qalx yuxarı. Ayxan, sakitləş, narahat olma. Anam düz deyir, birazdan sonra məsələ həllini tapacaq. Rəna, qaldır onu yuxarı, qapını da bağla. Yaxşı, yaxşı. Vasif müəllim, davam edə bilərik. Buyurun, davam edin. Bu andan etibarən Pərviz müəllim sizin vasitəçinizdir, elə almacında. Biz birbaşa sizlə və yaxud da əgər sizlə əlaqədə olmayacaq, Pərviz müəllim vasitəsilə əlaqə sağlayacaq. Bir də bəzi məsələlərə görə xırda-xuruş bizə 30.000 pul lazım olur. Nə xırda-xuruş məsələ? Bir deyim, mən də bilim. Vasif müəllim, çöldə jurnalistlər var, adamlar var. Elə məsələ var ki, yerində həll olması var, görən olar, bilən olar. Ona görə Bilirsiniz, aydındır, məsələ aydındır. Pulu verməyə razıyam, amma danışdığımızdan artıq çıxır axı. Vasif, xırdaçılıq eləmə, bəsdir. Mən deyirəm bəsdir. Mən çətin duruma düşmüşəm deyə hər tərəfdən tökülüb məni soymalısınız. Mən qoymaram məndən bir qəpik artıq pul alasınız. Vasif, detektiv düzdür. 30.000 manata görə məsələdən yerə. Hə? Həm o xırda-xıruşdursa, gəl onda sənin payından çıxaq. Məsələ də həll olunsun da. cavab var, mübahisə üçün vaxtımız yoxdur. Məsələni tez həll etməliyik. Uzatmayın. Hə? Lap yaxşı. Bəlkə onda elə sizin payınızdan götürək 30.000-i. Xırda-xırış deyirsiniz, amma xırda 1 milyon alacaqsınız. Kim alır? Düzdür də, bütün xırda xərclərlə bir yerdə 1 milyon eləyir. Bilirsiniz uşaqlar. Bəsdir. Bitdi. Bağlandı məsələ. Ayxan, oğlum düş aşağı. Burada kişi kimi hərəkət elə, ancaq sən elədin. Boynuna al, məsələ də bağlansın. Ən düzgün qərar elə budur. Sən də bunların hərəkətinə bax. Maşını yükləsin. Nə olur? Vasif, biz qərara gəldik ki, 30.000 lazım deyil. Elə 2 milyondan bütün məsələni bağlayırıq. Mənə maraqlı deyil. Rədd olun mənim evimdən. Vasif, ölən qadını fikirləş. Əgər Ayxanı tutsalar, bizim xərcimiz ondan da çox çıxacaq. Elə belə yaxşıdır. Bəs ölənin ailəsinə kim köməklik göstərəcək? Kim onlara pul verəcək? Həm də bu əzlafa bax. Bunu oxutdur, adam elə, təhsil yəsi elə. Onun mənə qarşı elədiyi hərəkətə bir bax. Vasif, biz səndən razılığa gəldik. Söhbətdən qaçmaq kişiliyə yaraşmaz. Neçə ildir ki, ailəmizin vəkiliyəm.
maraqlarıma xidmət göstərirəm. Sən lap mələksənmiş ki, bəlkə sənin ətəyində bir namazda qılaq. Mən onlardan özüm danışaram. Bəlkə biz razılığa gəldik. Vasif, sənə əla təklifimiz var. Əliya 500 minini götürür və bağ məsələsini unudur. Biz də detektivlə 1 milyonu aramızda bölürük və 1 qəpiyində sənə söz verirəm, artıq pulun çıxmır. Yox. Cəmi 1 milyon verirəm. Onu da öz aranızda bölürsünüz. Necə bölürsünüz, o sizin probleminizdir. Bölürsünüz, bölün. Bölmürsünüz, rədd olun, çıxın gedin mənim evimdən.